Bəs yaxşı, belə deyim, yəni proses baş verdi də, indi qaçılmaz bir şeydir də, yəni o elə Həm orada o nəfəsi olur. Yaxşı, bən necə o təsir eləmək olur, ona qarşı nəsə bir şey eləmək olur? Ona qarşı eləmək olur əlbəttə ki, orada birinci o xəbəri eşitdikdə, məsələn insan donub qaldıqda, orada o nəfəsin ritmini pozdu. Pozur, hə, bəli. Bəli, pozdu. Nəfəsin ritmi pozulduqda onun həmin formada alınan nəfəs onun bütün bədən orqanlarına təsir göstərdi. Göstərdi. Sadəcə onu aradan qaldırmaq üçün, ona görə mən insanlara öyrədirəm ki, stresi aradan qaldırmaq üçün bu nəfəs eləyin. Qorxularınız varsa bu nəfəs eləyin. Yəni mən ona görə onları öyrədirəm. Məsələn, qorxu keçirtmisiniz, düzdür? Nəfəsinizi tənzimləmək üçün sırf həmin nəfəsləri yerinə yetirin, o qorxunu tamamilə bədəndən çıxardırsan. O da sizin belinizə təsir göstərmir. Onda da çıxır ki, məsəl üçün qorxu keçirsən, əgər ona qarşı heç nə eləməsən, müəyyən bir müddətdən sonra qaməti mütləq şəkildədir. Mütləq şəkildədir. Mütləq eləməlisən. Məsələn, belə götürəndə yoga eləyənlərin hansısa bir qamətində əyrilik görürsüz? Görmüsüz? Yox. Bəyəm onlar xəbər eşitmirlər, bəyəm onlar nədənsə qorxmurlar. Ona görə ki, məsələn, tutaq ki, mən bugün nəsə bir qorxulu bir şey xəbər eşitdimsə, nədənsə qorxdumsa, həyəcanlandımsa, mütləq şəkildə mən onu bədəndə bərpa eləməliyəm. Qorxunu bədəndən çıxartmalıyam. Tez gedirəm özümə aid olan nəfəsləri eləyirəm, hamıya öyrətdiyim nəfəsləri. Tamamən beynimi sakitləşdirirəm və bədənimi sakitləşdirirəm. Bəli.